Müqaviməti 16 ohm olan naqildən halqa düzəldilmişdir. Halqa şəkildə göstərildiyi kimi cəryan mənbəyinə qoşularsa A və B nöqtələri arasındakı müqaviməti hesablayın. Deməli, uzunluğu L, en kəsiyin sahəsi S olan bir naqilimiz var. R bərabərdir rho L bölü S və müqavimətinin 16 ohm olduğu deyilir. Onu halqa şəkildə qapayaraq A və B nöqtələrindən qoşulub. Və burada bu dövrənin bax bu hissəsi, yəni 4-dən 3 hissəsi ilə bax bu 4-də 1 hissəsi bir-birinə paralel birləşmiş vəziyyətdədir. Deməli, bu qırmızı və göy hissələr bir-birinə paraleldir. Bu hissənin müqavimətini R1 ilə, bu hissənin də müqavimətini R2 ilə işarə eləyək. Onda paralel birləşmə üçün 1 bölü R paralel bərabərdir 1 bölü R1 plus 1 bölünsün R2. Deməli, 1 bölünsün R1-in yerinə yazaq rho L1 bölü S, üstə gəlinsin 1 bölünsün rho L2 bölünsün S. Deməli, naqilin en kəsiyi S-dir. Bütöv halqanın hər yerində en kəsiyin sahəsi eynidir, amma bu hissəyə uzunluğun 4-dən 3-ü, bu hissəyə də 4-dən 1-i düşüb. Ona görə L1 və L2 yazdıq. Davamında deməli, burada S kəsilin surətinə çıxır. S bölünsün rho L1, üstə gəlinsin S bölünsün rho L2-yə. S bölünsün L1-in yerinə 4-də 3L yazaq. S bölünsün rho L2-nin də yerinə 4-də 1L yazaq. Burada 4 çıxacaq surətə olacaq 4S bölünsün 3 rho L. 4S bölünsün rho L. Ortaq məxrəc 3 rho L götürdüyümüzdə 4S üstə gəlinsin 12S. 16S bölünsün 3 rho L olur. Deməli, başlanğıçda 1 bölü R paralel 16S bölünsün 3 rho L'dir. Onda R paralel 3 rho L bölünsün 16S olmuş olacaq. Yəni 16'da 3 rho L bölünsün S. Rho L bölünsün S'in də qiyməti 16'dır. Deməli, 16'da 3 vurulsun 16 olacaq 3 ohm. A bəndi.